Artıqdan Zəfər günümüz gəlir. Zəfər günü ərəfəsində Milli Məclisin Mədəni Komitəsinin sədri Qəndə xanım Paşayevan təşəbbüsü ilə silsilə tədbirlər keçirilir. Qısaca məlumat verim. Pakistan ədəbiyyatından, mədəniyyətindən bağlı tədbirimiz oldu. 2 il öncə Pakistanın Azərbaycan vətən müharibəsindəki mənəvi siyasi dəstəyini siz dəyərli ziyalılara xüsusi izah eləməyə ehtiyac yoxdur. Dünən Tovuz döyüşləri, General Porotaşinov, Polkovnik İlqar Mirzəyev başda olmaqla şəhidlərimizin ruhuna ehtiram əlamət olaraq hazırlanmış kitab var idi, Tovuz döyüşləri onun təqdimatı oldu. Bugün isə hərbi həkimimiz, şəhidimiz Cəmil Səlimov haqqında kitabın təqdimatına yığışmışıq. Qarşı günlərdə bizi Qurulmuş Azərbaycan Marşları kitabının təqdimatı gözləyir və beləliklə Zəfər günümüzə kitablı töhfələrlə gəldiyimizin məmnuniyyətini yaşayırıq. Bizə bu zəfəri yaşadan, bizə bu tədbirləri keçirməyə imkan verən şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik və qardaş Türkiyəmizin Azərbaycanda fəaliyyət göstərən Yunus Əmrə İnstitutunun dəyərli başqanı Zərzuq bəy iştirak edir. Dəyərli başqanımıza çox təşəkkür edirik ki, vaxt tapıb bizimlə birgə iştirak edir. Zaten Azərbaycanın şəhidləri Türkiyənin şəhidləri Azərbaycanın şəhidləridir və biz bunu özəlliklə 44 günlük vətən müharibəsində bütün yüksəkliyi ilə gördük. Çox sağ olun, dəyərli başqanımız. İcazə verin, ev sahibi, təşkilatın başçısı, hörmətli Arzu xanıma söz verək. Arzu xanım, yeri gəlmişəm, bu təqdim olunan kitabın da ön söz müəllifidir. Əziz şəhid ailələrimiz, mən sözlərimə bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək başlamaq istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sizləri salamlayıram, hörmətli millət vəkillərimiz, Səlcuq bəy, dəvətimizi qəbul etdiyinizə görə hər birinizə minnətdaram. Ölkəmiz, xalqımız tarixi günlər yaşayırıq, Zəfər bayramını qeyd edəcəyik. Bu münasibətlə hər birinizi təbrik edirəm. Təbii ki, bu zəfərdə şəhidlərimizin payı həddən artıq çoxdur. Onların canı hesabına, qanı hesabına, yüksək amallar uğrunda, vətən uğrunda, ərazi bütövlüyümüz uğrunda onlar canlarını fəda etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sizlərin hər birinə təşəkkür edirəm. Artıq bu Dürdana xanımın yazdığı 2-ci kitabdır ki, biz ona dəstək oluruq və hər zaman bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində düşünürəm ki, bu çox vacib işlərdəndir. Əkbər müəllim hamını salamladı. Mən də bir daha salamlayıram, xoş gəlmişsiniz deyirəm. Qarşıdan gələn bayramımızı da təbrik edirəm. Minnətdaram. Dürdana xanımı xüsusi təqdim eləməyə ehtiyac yoxdur. Dürdana xanım adı kimi, soyadı kimi ağayana və dürdane bir hanımefəndidir. Onun Xocalı ilə bağlı, Xocalı həqiqətlərinin yayılmasına bağlı fəaliyyəti hər kəsə məlumdur. Buna görə də bizim bir təşəkkür borcumuz var və böyük məmnuniyyətlə kitabın müəllifini dəvət edirik, güzel sözlərini bölürsün. İlk öncə Qəndə xanıma, Arzu xanıma təşəkkür edirəm ki, bu kitabın çapdan çıxmasına mənə dəstək oldunuz. Mən Cəmil haqqında çox şey danışa bilərəm. Ümumiyyətcə şəhid ailələri özümə o qədər yaxın bilirəm ki, bildiyiniz kimi Xocalı dəhşətlərini, vəhşətlərini yaşayan bir qadına mən yaşca Cəmildən də kiçik idim, müharibə qadını olanda, müharibə iştirakçısı olanda. Göz önümdə 613 şəhid verdik. Göz önümdə çox müsibətlər oldu. Yəni, o zamandan bu zamana qədər mən şəhid analarının yanındayam, şəhid ailələrinin yanındayam. Bacardığım qədər də olacaq. Amma Cəmilin şəhid olmağından xeyli müddət keçmiş mən şəhidin anasına qonaq oldum. Və ananın bir kəlmə sözü məni tutdu ki, mən istəmirəm uşağım unudulsun, evladım unudulsun. Çünki Cəmil 12 il vətən uğrunda can qoyub. Yəni, hərbi həkim kimi çalışıb. Yaralara məlhəm olub Cəmil. Amma öz yarasına məlhəm olmadı. O şəhidlik zirvəsində olacaqdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən Təranə bacımın yanında ona baxanda danışa bilmirəm, özümdən asılı deyil. Amma Cəmillə bugün biz fəxr edirik. Cəmillə bərabər bugün bizim Azərbaycanımızın 30 minə yaxın şəhidi var. Yəni, hamısıyla da qürur duyuruq. Hamısı bizim öz övladım, mən şəxsən öz övladım kimi qəbul edirəm şəhidləri. Öz qardaşım kimi qəbul edirəm. Elə bir, sanki hərəsi mənim bir qanımdan, canımdandır. Və mən çalışdığım qədər şəhid ailələrinə gedirəm, rayonlara belə gedirəm. Xudayarın anasının evində düz 5 dəfə olmuşam, Qərar xanım. O mənə dedi ki, sənin kitabını oxumuşuq, çox nisgillidir. Erməni zindalında 8 günü
Oxudum, deyir, çox miskinlidir. Mənim, deyir, ailəm, uşağı nəvələriməcən oxuyub, xahiş edirəm, dedi, bu kitabı yay. Qoy, Qarabağ müharibəsinin erməni vəhşiliyini hamı tanısın və mən belə bir yəni fikrə gəldim ki, Xudayarın da haqqında bir kitab yazacağım, onu özümə söz verdim, ağırdır. Şəhid analarını dinləmək çox ağırdır. Mən Təranə bacımı dinləyəndə, Oqtay qardaşı dinləyəndə insanın ürəyi sızlayır, həqiqətən. Qardaşlarını, bacılarını dinləyəndə insanın ürəyi yanır. Cəmilin həyatı, yəni 12 il keçdiyi yolundan danışmaq bizə saatlar lazımdır. Həqiqətən saatlar lazımdır ki, Cəmil haqqında danışaq. Yəni, anasının bir kəlmə sözü mənə tutdu ki, o mənim ad günümdə hər il gəlirdi. Yəni, hər il anası üçün evinə qaçıb, bir günlük də o qaçıb gəlirmiş. Bacı canlı, qardaş canlı, ailə canlıymış Cəmil. Həm də bunlardan da daha qat-qat çox vətənpərvər idi Cəmil. Ona görə də şəhidlik zirvəsinə ucaldı. Ona görə də öz canından keçdi vətən yolunda. Bizim xəyallarımızda canlandırdığımız Şuşanı, Laçını, yəni bu oğulların hesabına bugün biz rahatıq, torpaqlarımız azad olunub. Bugün o 30 illik həsrətə son qoyan bu oğullar oldu. Biz bugün qələbə günümüzü qeyd edirik, qələbə günümüz mübarək olsun. Bizim Ali Baş Komandanımız İlham Əliyev cənabları əskərə bir il öncə yumruğunu irəli tutub əskərə irəli dedi, hərbiyə irəli dedi və hərbimiz də zəfər çaldı. Zəfər günümüz mübarək olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Çox sondur. Şəhidimiz dövlətimiz tərəfindən bir neçə medallarla dövlədən yanındansa Azərbaycan bayrağı orada ilə tərtib olunubdur. Dövlətimizin münasibəti haqqında siz qeyd etdiniz, amma icazə verin bizim parlamentin dəyərli komitə sədri bu kitabın da nəşr olmasına təşəbbüskarı, hörmətli Qənrə xanım dəvət edək, olsun da öz fikirlərini görürsün. Buyurun Qənrə xanım. Bütün qəhrəman şəhidlərimizin biz hamımız hər bir Azərbaycanlı qarşısında baş əyirik. Şəhidlərimizlə bərabər onların ailələrinin qarşısında baş əyirik. Çünki 44 günlük vətən müharibəsində biz belə bir şəhid ailəsi görmədik ki, onlar dik duruşları ilə, mərdliyi ilə, mətanəti ilə düşmənə ağır cavablar verməsinlər. Ona görə bütün qəhrəman şəhidlərimizi yetişdirən ailələrə, ataların, anaların əllərindən öpürük biz. Onların ailələri bizim ailələrimizdir, onların balaları da hamımızın evlatlarımızdır. Biz zəfərimizin 1-ci il dönümünü qeyd edirik bu günlərdə. Bilirsiniz, bu bizim son 200 il tariximizin ən önəmli hadisələrinin önündə gəlir. Çünki ilk dəfə Azərbaycan xalqı bizdən zorla qoparılan, zorla alınan, işğal edilən torpaqlarımızda biz geri qaytarırıq və bunu özümüz bir çox dünya güclərinə qarşımıza alaraq qaytarırıq. Bu asan bir şey deyil, çünki işğalçı Ermənistanın arxasında hər zaman güclər vardı. Biz bunu 1-ci Qarabağ müharibəsində də görmüşdük, 2-ci Qarabağ müharibəsində də gördük və bu dövrdə yaşadıqlarımız hamısı hər şeyi 44 gündə bizə bir daha aydın göstərdi. Necə ki, Ali Baş Komandanımız müsahibəsində deyirdi ki, biz bu günlərdə Azərbaycanın yanında olanları və qarşısında olanları, yəni ədalətin yanında olanları və ədalətsizliyin yanında olanları heç vaxtı unutmayacağıq. Doğrudan da bu önəmli bir mesaj idi, bu bir tarix şuuru idi və mən bu vəsilə ilə qardaş Türkiyəmizi təmsilən burada Səlcuq qardaşımız buradadır, Yunus Əmrə Vakfının Azərbaycandakı rəhbərim, qardaş Türkiyəmizə təşəkkür etməyi özümə borc bilirəm, hamımız borc bilirik. Çünki doğrudan da o milli liderimiz Heydər Əliyevin dediyi bir millət, iki dövləti biz gördük. Həm Azərbaycanda, həm qardaş Türkiyəmizdə əsl lider, dövlətin rəhbəri, Ali Baş Komandan necə olur, həm Azərbaycanda, həm Türkiyədə böyüyən gənclərimiz də bunu gördü, bütün dünya da bu birliyi gördü. Və o böyük güclərində, bütün təzyiqlərinə, təhdidlərinə baxmayaraq torpaqlarımızın işğaldan azad etdik. Və burada
təbii ki, qəhrəman şəhidlərimizin, onların fədakarlığı, onların vətən sevgisi, qazilərimizin fədakarlığı, onların vətən sevgisi müstəsna rol oynadı. Və siz bilirsiniz ki, Cənab Prezident bunu dəfələrlə çıxışlarında vurğulayır ki, torpaqlarımızı işğaldan qəhrəman Azərbaycan oğulları, evlatları azad etdi. Qəhrəman şəhidlərimiz, qazilərimiz, Ali Baş Komandanımızın rəhbərliyi altında azad etdi. Ona görə biz düşünürük ki, bu günlərdə Zəfər günümüzlə də bağlı ən çox təbriki haqq edən Ali Baş Komandanımız, şəhid ailələrimiz, qazilərimiz, onlar ilk öndə gəlir və biz sizi təbrik edirik. Və təbii ki, Ali Baş Komandanın ətrafında sıx birləşən 50 milyondan artıq Azərbaycanlılar. Bütün xalqımız dəmir yumruq kimi birləşdi və düşmənə gərəkən cavab verildi. Mən Dürdanə xanım sizə təşəkkür edirəm. Təşəkkür edirəm, çünki sizinlə yaşadığınızı mən bilirəm. Biz uzun illərdir bir-birimizi tanıyırıq. İlk kitabınız yazılıb ərsəyə gələn vaxtlarda da, sonra da və təbii ki, siz də daxil olmaqla erməni zindanında qalmış, acı çəkmiş, qətlə yetirilmiş, bütün belə deyək də sağlamlığını itirmiş, o acıları yaşamış insanlarımız həmişə bizim içimizdə çox böyük ağrı idi. Yəni, Xocalı hər zaman böyük ağrıdır və o ağrı olaraq da o insanlarımızın acısını 30 ili tamam olacaq, gələn il fevralında, amma biz həmişə hiss edirik, həmişə də hiss edəcəyik. Amma mən düşünürəm ki, siz də daxil olmaqla Xocalı ağrısını yaşayanlar, bütün insanlarımız, Qaradağlını, Bağanis ayrımı, Ağdabanı, digər bütün o dəhşətləri yaşayan və ya şahidi olan insanlarımızın içindəki ağrını azaltmaq üçün, bax, bu qəhrəman oğullar, bu vətənin igid oğullar, onlar bunun üçün yaşayırdı. Çünki Cəmil, mən onun həyatı ilə nur içində yatsın Cəmil qardaşımız, qəhrəman qardaşımız, o bu yolu özü seçmişdi. Yəni, insanlar var ki, müəyyən bir yolu özü seçir, şuurlu seçir. Cəmil şuurlu seçən insanlardan idi və tarix fənnini çox dərindən sevməsi, bilməsi ona bir tarix şuuru da vermişdi. Çünki o sorğuluyurdu artıq. Və o gedə bilərdi, Tibb Universitetinə daxil olan insan, o savadın, təhsilin yiyəsi olan insan, başqa fakültələri də seçə bilərdi. Amma o ən çətinini, ən ağırını seçdi, hərbi həkimliyi seçdi. O seçimində artıq hərbidə olmağı, orduda olmağı, bu prosesin içində olmağı, torpaqlarımızın işğaldan azad edilməsi ruhunda yaşayır. Və onun həyat yoluna biz baxanda görürük ki, bu yolda ön cəbhə nə qədər çoxdur. Goranboy var, Murov 3 il, Murovu görənlər bilir, 3 il Murov dağda xidmət, yəni həmişə istəyib öndə olsun və mən düşünürəm ki, onun 12 illik həyat yolu dövlətimizin rəhbərliyi, Ali Baş Komandanımız tərəfindən də təbii ki, bütün bu sənədlər təqdim olunur ki, o Azərbaycan bayrağı ordeni kimi yüksək bir ordenə layiq görülüb. Yəni, vətən uğrunda medalı, təbii ki, bütün orden medallar bu şərəfdir. Azərbaycan bayrağı ordeninə layiq görülmək, mən düşünürəm, bir insanın həyatında yəqin ki, arzuladığı ən böyük, belə deyək, sağlığında arzuladığı ən önəmli məsələlərdən biridir. Çünki Abdurrahim Karakoç'un Türk dünyasının böyük şairi bir şeirinin bir hissəsi var, deyir, tabutuna sararlarsa bayraq səndən incinməsin. Hər insanın tabutuna bayraq sarılmaz. Hər insan və onun ailəsi Azərbaycan bayrağı, bu bizim şərəfimizdir, bayrağımız. Ona görə mən düşünürəm ki, bir dəfə mən bunu demişəm ki, bəzi insanlar vardı ki, mənim tanıdığım komandirlər, mən bunu Polad Həşimovla bağlı demişdim, İlqar Mirzəyevlə, Rağuf Orucovla bağlı aprel döyüşlərində, rəhmətli Pəncəli
Teymurovla bağlı demişdim. Bir çox belə oğullarımız var idi ki, mən onları çox yaxından tanıyırdım. Çünki bir çoxunun, belə deyək də, hərbi yolu Tovuzdan keçmişdim. Və bizim daha da yaxın qardaş, bacı kimi bir-birimizi tanımaq imkanı olmuşdu. Mən demişdim ki, mən onları xəstə yatağında, avtoqəzada, hər hansı bir hadisədə dünyasını dəyişən təsəvvür eləmişdim. Ki, yəni onların bunlar belə idi, zəng eləyib deyəndə ki, komandir bayramı mübarək deyirdi, torpağı işğalda olan komandirin bayramı olmuş. Mənə torpağımız işğaldan azad olunanda deyərsən ki, komandir bayramımız mübarək. Ona görə rayonlar bir-bir torpaq işğaldan azad olunca şəhidlər heç vaxt ölmür. Onların həmişə ruhu bizim aramızdadır. Mən deyirdim ki, komandir bayramı mübarək. Çünki onlar onu bayram qəbul edirdilər. Deyirdilər ki, bizim bayramımız, torpaqlarımız işğaldan azad olunanda olacaq. Ona görə bir ali baş komandarımız elan edəndə ki, hamımız həyəcanla gözləyirdik. O dəqiqələri ki, kəndləri sayırdı, deyirdi, Cəbrayıl işğaldan azad olundu, Zəngilan işğaldan, Qubadlıdan. Mən öz-özümə deyirdim ki, komandir bütün bu arzu ilə yaşayıb şəhid olan bütün qardaşlarımızı nəzərdə tutaraq deyirdim ki, komandir bayramınız mübarək deyə. Çünki siz bu amalla yaşayırdınız. Və Cəmil qardaşım da bu amalla, bu düşüncə ilə yaşayıb və mən onun qarşısında baş əyrik. Onlar Allahın yanında da ən yüksək mərtəbədədir. Tarixə də adını yazıblar. Biz dünyadan köçəcəyik. Bəlkə 20-30 il sonra heç bizi xatırlayan olmayacaq. Amma 100 il sonra da, 200 il sonra da onları xatırlayacaqlar. Ona görə mən hesab edirəm ki, bizim üçün onların ömürləri yarımçıq qalıb. Amma əslində onlar əbədi ömür qazanıblar. Şəhidlik zirvəsindən əbədi ömür qazanıblar. Yəni onlar bəlkə belə deyək də bu dünyada ömürlərini yarımçıq görürük. Amma o yarımçıq gördüyümüz ömürdə əbədiyyəti qazandılar. Ona görə həmişə qarşılarında baş əyirik. Bütün Azərbaycanlılar hər zaman onların qarşısında baş əyəcək. Şəhidimizi böyüdən anamızın, bacımızın, qardaşımızın, atamızın qarşısında baş əyirik ki, bu fəhlə çətinlikləri ilə, bütün yəni o çətinliklərlə siz amma belə bir evladı böyüdübsünüz, yetişdiribsiniz. Sizi kimi valideynlər hər zaman millətin çox olsun ki, bax belə vətənpərvər balalar böyüdürsünüz. Bizim şəhidimizin bacısı buradadır. Cəmilin Cəmilə bacısı buradadır. Allah sizi həmişə var eləsin. BBC, ailə üzvləri buradadır. Hamımızın qarşısında biz baş əyirik. Qazilərimiz var. Bizim veteranlar təşkilatını, qazilər təşkilatımızı təmsil edən sizin simanızda Emin müəllim xahiş edirik, bütün təşkilatınızdakı Şamil müəllim Xocalı təşkilatı buradadır. Onun üzvləri də qazi üzvlər var, şəhid ailəsinin üzvləri var. Ona görə biz bu günlərin bu zəfər tarixini də qeyd etməklə bərabər düşünürəm ki, biz bunu ona görə qazandıq ki, bu fədakar oğullarımızın vətən sevdası güclü idi, balalarımızı bu ruhda vətən sevdası, tarix şuuru ruhunda yetişdirməliyik. Biz bu qələbəni qazandıq, qazilərimizin fədakarlığı söz konusu vatan isə gerisi təfərrüat edilər. Ona görə oğullarımızı, balalarımızı, qızlarımızı, Arəstə bacımızın simasında bütün qızlarımızı bu ruhda böyütməliyik və biz Ali Baş Komandanımızın rəhbərliyi altında bunu qazandıq. Mən həmişə bunu deyirəm, bizim 1-ci Qarabağ müharibəsində də çox qeyrətli oğullarımız var idi, qızlarımız var idi. Amma bir şeyimiz yox idi, liderimiz yox idi. Liderimiz yox idi. O oğullar, elə oğullar, mənim yaşım, fəaliyyətim o dövrdə, mən elə oğulları tanıyıram ki, inanın, onlar şəhid olanda, mən həmişə içimdə bir şey var idi ki, niyə bizim güclü liderimiz yoxdur? Niyə bizim güclü rəhbərimiz yoxdur? Hər kəs bir tərəfə çəkir, hər tərəf, hamı burada yaşı dövrü çəkənlər bunu görür. Və biz gördük ki, doğrudan da lider bu müharibədə nə deməkdir? Cənab Prezident Ali Baş Komandan kimi həm ordunun başında mətanəti ilə dayandı. Bütün siyasi, bütün o
müzakirələrdə belə güclü bir iradə ilə ki, nə olursa olsun bas keçməyəcəyik, nə təzyiq olursa olsun xaricdən, nə təhdid olursa olsun və o müsahibələri siz gördünüz. Onlar hamısı nəyə gəlmişdim? Gəlmişlər Azərbaycanı istəməyən güclər, qüvvələrin təmsili olaraq gəlmişdi. Amma cənab prezidentin o cavabları, onların o informasiya müharibəsində belə deyək də öz suallarına özlərini rəzil eləməsi onları ki, siz bura nə düşüncə ilə gəlibsiz və cənab prezident böyük bir, və hörmətli Nehriban xanımın yanında böyük bir rol oldu bizim bu qələbəmizdə. Çünki xalqına inandı, xalq da öz liderinə inandı. Və mən sonda bir dənə bunu demək istəyirəm ki, mən bu günlərdə milli lider Heydər Əliyevə həmişə rəhmət oxuram. Çünki o bizim dövlətimizin güclənməsindəki müstəhsən xidmətlərə malikdir. Amma onun Çexiyada Ermənistan o zaman prezidenti Robert Koçaryan idi, qondarma Ermənistanın prezidenti. Deməli, axşam çox geç saatlarla bu müzakirələr gedir. Bu ATƏT-in Minsk qrupu həm sədrlərdə, həm şəkil kimi. Belə çöldə gəzirlər özləri üçün, arada nə bilim danışırlar, gülürlər, biz də baxırıq. Arada içəri girirlər, çıxırlar, bunları görüb daha da hirslənirik. Biz də jurnalist fəaliyyətindəyik o zaman. Bu görüş bitəndən sonra dedik ki, yaxınlaşdıq, sual verəndə dedik ki, cənab prezidenti vaxtı, biz bu ATƏT-in Minsk qrupu həmsədrlərindən, ümumiyyətlə bu təşkilatlardan bir şey gözləyirdi mi? Bunlar doğrudan da bizim torpaqlarımızın işğaldan azad olunması və s. Bunlardan bir fəaliyyət gözləyirik mi? Gözlərində o qədər dərin bir məna var. Elə baxdı, biraz da gecənin, neçə saatlıq müzakirələri yorğunluğu dedi, bunu heç zaman unutmuyor. Torpaqlarımızı işğaldan biz azad edəcəyik. Onun yolu da güclü Azərbaycandan keçir. Güclənən dövlətdən. Və bütün istiqamətdə bu işlər getdi və dövlətimizin güclənməsinin biz gördük ki, o oğullarımız dövlətimizin gücü, qüdrəti ona arxalandılar, yaradana, ali baş komandana, dövlətimizə. Ona görə bundan sonra da dövlətimizi gücləndirmək üçün hamımız çalışmalıyıq. Çünki bu qələbəni bizə bağışlamırlar bəzi güclər. Bunu bütün insanlarımız bilməlidir. Şəhid ailələrimiz də, qazilərimiz də, bütün insanlarımız ki, bu qələbəni bağışlamırlar. Niyə? Bizə də Türkiyədə bağışlamırlar hətta. Niyə deyirlər, siz bizi eşitmədən belə bir iş etdiniz. Demək ki, bunlar hamını belə geri qoyaraq, özləri öz iradələri ilə bunu edə bilərlərsə, bu güc varsa, görün bunlar gələcəkdə nə qədər önə gedə bilərlər. Bunları bir yerdə durdurmaq lazımdır. O durdurmaq üçün də bütün o pis oyunlarını içimizə atmaq üçün hər şey edəcəkdir. Ona görə hamımız diqqətli olmalıyıq, dövlətimizi daha çox qorumalıyıq. Necə o dəmir yumruq kimi birləşmişdik, ali baş komandanın ətrafında birləşəcəyik. Necə ki, şəhid ailələrinin hər zaman yanında olmaq borcumuzdur. Deyirik, hər zaman bunu deyəcəyik, 3 il keçsə də, 5 il keçsə də, 10 il keçsə də, qazilərimizin hər zaman qardaşımız kimi yanında daha çox olacağıq. Bax, bu istiqamətdə işlərimiz daha güclənəcək və bu kitablar artacaq. Və mən inanıram, bu kitablar artır və daha da artacaq. Çünki bu kitablar bizim böyüyən nəsillərimiz üçün çox önəmlidir. Ona görə mən Arzu xanım sizə təşəkkür edirəm. Çünki mən çox sevinirəm ki, vətəndaş cəmiyyəti institutları, bizim fəal xanımlarımız dövlətdən heç bir şey gözləmədən bu yeni bir yanaşmadır ki, dövlət versin, mən bunu edim və dövlət verəcəksə elə dövlət özü də onu edə bilər. Amma onlar deyir ki, biz nə edə bilərik? Biz nə edə bilərik dövlətimiz üçün, şəhid ailələrimiz üçün, qazilərimiz üçün, bunu özlərinə vəzifə bilirlər, borc bilirlər. Və Arzu xanım da bizim belə dəyərli bacılarımızdandır, təşkilatlardandır, özü də, yoldaşı da çox fədakarcasına bu işlərdə fəal rol oynayır. Dürdanə xanım, Arzu xanım, biz bu fəaliyyətdə həmişə yanınızdayıq. Bacım, qarşında baş əyirik. Sizin o qədər bacınız, qardaşınız var. Mən biraz öncə sizin ruh halınızı gördüm. Əslində bu boyda danışmayacaqdım. Amma bunu niyə görə danışıram? Bilirsiniz, hesab edirəm ki, siz o içinizdəki o şey biraz atın.
siz düşünün ki, görün nə qədər Azərbaycan evladı sizin üçün mənim bacım deyir, bizim anamız deyir, əzizimiz deyir, bizim qardaşımız deyir. Bu adı haqq eləmək hər adama nəsib olmur. Milyonlarla insan deyir, bizim qardaşımız, bizim bacımız. Ona görə hər zaman belə deyir, möhkəm olun, siz bizim hamımızın dəyərlimizsiniz, Allah sizi qorusun, sağ olun. Çox sağ olun, Rəhman xanım. Bu qədər ətraflı, dolğun və təsirli çıxışımız üçün siz dünənki tədbirdə, əvvəlki günün tədbirdə, qarşı planlaşdırılan tədbirlərdə hazırlığında və keçirməsində hansı həyəcana sahib olduğumuzu ən yaxından bilən insanlardan biriyəm. Ona görə də bütün hissinizi, həyəcanınızı bölüşürük və təşəkkür edirik. Burada gözəl bir gül çələngi var. Dünənki tədbirdə də məşhur müəllim eyni nəzakət göstərmişdi. Məşhur müəllim birinci dönəm millət vəkilliyi etməkdədir. Ancaq Azərbaycanda artıq kifayət qədər sevilən, hörmətlə adı hər yerdə xatırlanan və böyük sayğı ilə hər yerdə tədbirlərdə dəvət alan dəyərli bir ziyarımızdır. Böyük məmnuniyyətlə məşhur müəllimi dəvət edirik, özürək sözlərimiz bizimlə görüşdür. Həqiqətən bu gün Azərbaycan tarixində elə məqamlardır ki, bu günün qiymətinin hər bir Azərbaycan vətəndaşı bu gün nə qədər düşünüb, daşınsa belə sonuna qədər dərk edib, bunu qiymətlənmək çox çətindir. Bunu çətin edən məqamlardan biri bizim qazandığımız qələbənin qiyməti, bunun başa gəlməsi dəyəri və Azərbaycanın gələcəyi və keçmişi üçün, keçmişi mən ona görə deyirəm ki, çünki əgər biz keçmişi unudacaqsa, bu qələbənin onda qiymətini də axıra qədər bəyənək. Keçmişini və gələcəyini qiymətləndirmək üçün bizə bu məqamı yaradan bu şəhidlərimizdir. Mən bütün şəhidlərimizin valideynlərin, qonumların qabağında baş əyilib, böyüklərinin əllərindən öpür. Çünki bu şəhidləri yetişdirən valideynlər bu ürəyi, bu cüssəni, bu qüdrəti, bu inamı onlara verən bu dövlət, bu şəhidləri, bu əsgərlərimizi bizim qələbəyə doğru inamlı addımlamasına gətirib çıxartdı. Bu qələbə bizim üçün təkcə torpaqların azad olunması deyil. Mən Dürdəxanə xanım burada oturub, mən Dürdəxanə xanım bu kitabı yazanda mən onu deyərdim ki, başqası bəlkə də yazsa o qədər təsir olmaz. Nə mənada deyirəm? Yəni ki, Dürdəxanə xanım o od alovun içindən erməni vəhşiliyini öz gözü ilə görən və bugünkü əskərlərimizin hansı qisası almaq üçün atdığı, qurban getdiklərin onun qədər bir dərk eləyən az adam olardı. Çünki o od alovun içində o müsibətləri görən insanlardır. Amma bir şey də bizi unutmuyor. Bizi bu qələbə ilə fəxr eləməliyik. Biz artıq başımızı dik tutmalıyıq. Bir il biz hüzurumuzu saxladıq, edilədik. Mən demək istəyirəm ki, biz bundan sonra kövrəlmək yox, ancaq fəxr etməliyik. Bizim bu əskərlər torpağımızdan başqa bizim qürurumuzu, mənliyimizi özümüzə qaytardılar. Bu günləri əgər Dürdəxanə xanım Azərbaycan qadını kimi öz sözün deyə bilir və ona qarşı bu addımları atan insanların gözünün içərisinə dik baxa bilib və siz budursuz deyə bilirsən, buna ancaq sevinmək lazımdır. Şəhid sözü vəfat etmək sözündən fərqli bir şeydir. Çünki biz şəhid olub deyəndə biz demirik ki, onlar bizim aramızdan getdilər. O şəhidlər bizim içərimizdədir. O valideynin yanındadır. Mən həqiqi mənada demək istədiyim bir şey var ki, biz bu şəhidlərimizi yaşatmalıyıq. Əgər biz bunu yaşatmasaq, gələcək nəsillər bizi buna bir bağışlamayacaq. Əgər biz 1905-ci ildəki hadisələri unutmasaydık, 1990-cı ili yaşamazdıq. Və bu günləri, bu kitabların dəyəri ondadır ki, biz bunu gələcək nəsilə elə bir şəkildə çatdırmalıyıq ki,
bu qələbənin bizim üçün nə əhəmiyyəti olduğunu və bu qələbəyə qədər keçdiyimiz yolda bizim bu dövlətin, millətimizin hansı yoldan keçdiyi, hansı çətinliklərdən keçdiyini onların qan yaddaşında qalmalıdır. Və bu qələbəyə bizi aparan yol təkcə 44 günlük müharibə deyil. Bu qələbəyə bizi aparan yol bu 30 il ərzində Ulu Öndərin qoyduğu siyasət nəticəsində və bizim ali baş komandanın hər gün, hər dəqiqə addımlı şəkildə bu yolda getməsidir. Biz hamımız yəqin ki, YouTube kanalında Saakashvilinin dediyi bir söz var. Yəni uzun müddət Gürcistan kimi dövlətin bir başçısı olub və həmişə Azərbaycan prezidentinə öz böyük bir dostu kimi və məsləhətçisi kimi baxır və onun sözü deyir ki, o deyir ki, biz bir an belə bu məsələləri unutmayalım. Həqiqətən bizim Ali Baş Komandanımız bir an belə bu məsələləri unutmadı və hərdən biz deyirlər, lazım nə vaxt gələcək. Bu sözü artıq bir yumora çevrilmişdir. Amma həqiqi mənada bu sözün arxa planda o qədər fəlsəfə var ki, çünki elə bir tarixi zaman seçildi ki, həm güclü artıq ordumuz var idi, güclü iqtisadiyyatımız var idi. Biz dostlarımızı tanıyırdıq, dostlarımızı bizim tərəfimizə çəkə bilmişdik. Düşmənlərimizə ən azından həqiqətləri çatdıra bilmişdik. Dünya ictimaiyyətinə Azərbaycanın haqlı olduğunu dilə gətirə, açıq şəkildə söyləyə bilmişdik. Ən azından bizim tərəfimizdə olmasalar belə, onları bu məsələdə neytrallaşdıra bilmişdir. Və Cənab Prezidentin bu haqqını və bu övladlarımızın öz canından keçməsi və torpaqlarımızı öz qanı ilə suvarması etabının nəticəsində bu qələbəni bizə yaşatdılar və ona görə biz xalq olaraq, bir millət olaraq bir şəhidlərimizə borcluyuq. Qazilərimizi yanında olmalıyıq. Bütün müharibə iştirakçıları bizim, necə deyərlər, baş tacımız olmalıdır. Bu qələbəni bizə yaşadan bütün şəhidlərə bir daha mən Allah rəhmət eləsin deyirəm. Çünki mən onları öz aramızda hiss edirəm. Mən inanıram ki, onlar hər zaman öz valideynlərinin də yəqin ki, onlar hiss edirlər. Çünki siz bizimki bugünkü gəncliyə baxanda indiki övladlarımız, mən əsasən az yaşlıları, bu qəhrəmanları necə tanıyırlar, onların adı gələndə necə dururlar və indiki biz 10 il bundan əvvəl küçədə heç bir yerdə bir gedən Azərbaycanın Qarabağ Azərbaycandır kəlməsini heç yerdə eşitmirik. Bugün 2 yaşında uşaq, əvvəl biz ata deyəndə sevinirsə ki, uşaq ata dedi, ana dedi, bugün dilini açanda hər birisi Qarabağ Azərbaycandır və bizim gələcəyimiz bu Qarabağ Azərbaycanlı kəlməsindən asılıdır və mən əminəm ki, Azərbaycan dövləti həmişə var, olacaq və nə qədər Azərbaycan dövləti varsa, şəhidlərimiz o qədər yaşayacaq. Onlar təkcə daşda, divarda yox, onlar bizim ruhumuzda yaşayacaqlar, onlar bizim qəlbimizdə yaşayacaqlar və onlar yaşadıqca da Azərbaycan var olacaq. Çox sağ olun. Bu keçən günlərdə keçirilən tədbirlərdə, bu gün də Qənimə xanımın da bizim hər birimizdə təkrar vurğuladığımız kimi Azərbaycanın yaxın yanında olan dövlətlər hər zaman ən yüksək qiymətini alacaq və məşhur bir söz var, 2-ci Cahan müharibəsindən sonra keçmiş sosialist məkanında demək olar ki, şüara çevrilmişdi. Heç kim unudulmur, heç nə yaddan çıxmır. Yaxşı sözlər sosialistə, kapitalistə, keçmişə baxmır, onlar elə yaxşı söz statusundadır və bugün də biz o sözü tez-tez işlədirik. Xüsusilə 1918-ci, 20-ci illərdə Nuru Paşa komutanlığında Ənvər Paşanın da əlbəttə ruhunu ehtiram bəyan edərək Osmanlıdan Türk-İslam, Qafqaz Türk-İslam ordusunun Azərbaycana göndərilməsi, Azərbaycanda onların başlatdığı böyük hərəkat yerli qüvvələrlə birlikdə. Mən şadam ki, mənim ana-babamda o qoşunların tərkibində qısa müddətdə olsa xidmətdə olurdu. Bunları ən çox təbliğ edən dəyərli bir millət vəkilimiz və tarixçi alimimiz bugün buradadır.
nə zaman Xalq Cümhuriyyətindən nə zaman Azərbaycan, Türkiyə, Azərbaycan, Osmanlı o dövr üslubla desək, münasibətlərindən söz düşürsə, o mövzuda danışılacaq ilk alimlərdən, ilk ziyalarımızdan biri, bir çox hallarda birincisi kimi Anar müəllim yada düşür. Böyük məhəbbətlə Anar müəllimi dəvət edirik, özürək sözlərimiz sizinlə bölüşsün. Buyurun. Əziz dostlar, əziz şəhid ailələri, hamınızı salamlayıram. Biz hamımız Cəmil Səlimovun işığına yarışmışıq. O işığı qazandı. Bilmirəm, bizə nəsib olacaq ya yox, hələlik bu günə qədər nəsib olmuyor. Mən bir tarixçi olaraq bir neçə fikri sizdən bölüşmək istəyirəm. Biz Sovet dönəmində çox dəhşətli bir tarix oxuduq. Tarixin məğzi nədən ibarət idi? Rusiyanın bütün uğurlarına sevindik. Hətta bizə sual veriləndə ki, bizim düşmənimiz kimdir? Kitabdan oxuyurdu ki, Türkiyə. Bəlkə də yaşlı müəllimlərimiz əsl həqiqəti bilirdi, bizi onlar da bilmədilər. Yəni, elə bir tarix oxudu ki, o tarixdə heç cənnət ifadəsi də yox idi. Müqəddəs Qurani Kərim də yox idi. Dost da yox idi, qardaş da yox idi. Bir ideologiya var idi, hamımız o ideologiyanın əsri olmalıdır. Lap uşaq olanda pionir olmalıdır, biraz keçdi, oktabriyat olmalıdır, komsomol olmalıdır və komünist olmalıdır. Komünist sözü mənada Allahsız deməkdir. Biz bu quruluşu keçdik. Amma o zamanki tarix kitablarında da bizim üçün dəhşətli qalan nə idi? Gəlirdik, Səfəvi dövlətindən bağlı nəfəs almaq istəyirdik. Bir də dövləti iki yerə böldülər. Deyirlər, baba sizindir, nəvə sizin deyil. Acı bir tarix. Amma zaman keçdi, biz nələri öyrəndik və öyrətdik. Dünyada o xalq xoşbəxtdir ki, o qalibdir. Dünyada qalibdən böyük adam yoxdur. Dünyada məğlubdan dəhşətli adam yoxdur. Mən bununla bağlı, mən kənddə böyümüşəm, kəndi çox gözəl bilirəm. Şəhər bilməyinə var ki, gəlirsən, qapını heç kimi açmırsan, olsan şəhəri. Bizim bir neçə qoyun vardı, sürü deyildi. Bu qoyunlardan biri, qoyun ana olandan sonra ana öldü, bala qaldı. Və mən balaca bir uşaq kimi işim nədən ibarət idi? O balanı, o biri süd verən qoyunlarına, o da süd əmsin. O böyüdü, erkək ola bilmədi. Böyüdü, erkək ola bilmədi. Bütün ömrüm boyu bu mənim həyatımdadır və bir tarixçi olaraq ikinci bir fikri deyirəm. Biz zaman keçdi, Osmanlı tarixini oxuyanda bir vaxt bizə onu belə tərq eləmişlər. Görürsünüz, Avropada uşaq səs salanda ana deyir, səs salımı Osmanlı gəlir. Amma zaman keçdi, biz bunu belə keçdik. İlahi, sən qalib olanda, böyük olanda, imperiya olanda, nə qədər güclü olursan, nə qədər kömək edə bilirsən və zaman keçdi, mən bir də Sovet dönəmindən fərqli olaraq müstəqil auditoriya girəndə həmişə tələsirdim. Nəyə tələsirdim? Səfəvi dövləti gəlsin, təbii ki, sivil nümayəndəsi bilirdi ki, anar mənim xəriti istəyəcək. Deyəcəm, Anu dərya, Sır dərya, Fərat Dərdə və Gürcüstan, imperiya. Və gözəl yazısımızın dediyi kimi, Osmanlı tarixinə fikir verəndə həmişə tələbələrə deyirdim, 3 qitədə torpaq hər kişiyə nəsib olmur. Gör, nə boyda kişilərdir. Bizim şəhidlərimiz, mən əminəm, 20 yanvarda da belə oldu. İllər boyda belə olub. Göz yaşı tökməlidir. Bunu heç kim inkar edə bilməz. Amma zamanı gəlib, o göz yaşı quruyur. Əmin olun, Xocalı'la bağlı həmin gün heç kim ağlamır. 20 yanvarla bağlı heç kim ağlamır. Həmin gün hamı artıq nəyi demək istəyir? Göz yaşı qurudur.
və bu 44 günlük müharibə ilə bağlı fikirləşirsən, 3000-ə qədər şəhidimiz var. Hər ki, Allah onların hamısını rəhmət eləsin. Amma 9 həkimimizdən biri cəmil olub. 100 illər keçəcək, mən deyim, Zəfər Tağlı kitabı çıxacaq, siz görəcəksiniz. 9 həkim, o 9 həkim içində cəmil var. 98-ci ildə Türkiyə Cumhuriyyətinin 75 ili idi. Çankaya Köşkündə dəvət olunanda bir də mən idim, hər respublikadan bir nəfər idim. Dövrün prezidenti bir cümlə işlətdi, Süleyman Dəmirə. Dedi, Türkiyənin onda hələ 80 milyona çatmamışdı. 80 milyona qədər əhalisi var. Amma bu insanlar ki, bunlar, bu qara belə gələn insanlar var. Görün, mən 2 dizimi yerə qoyub, onların qabağında baş əyirəm. Onlar şəhid analardır. Əmin olun. Və mən əminəm. Və bu bir il ərzində təmsil etdiyim rayonda olduğum, yəni bütün şəhidlər, 51 şəhid dəfn olunarkən məşhur mənlə biz orada olmuşuq, başqaları olub, hər şeylə görmüşük. Analar ağlayanda heç mən demirəm ağlamasınlar. Amma bir gün gələcək, onlar da görəcəklər ki, dövlətin qayğısı nə qədər böyükdür. Nə üçün? Bir təcrübəmiz var, bizə qardaş olan bir dövlət var. Bəlkə burada bir haşiyə çıxım, bunu demək yerinə düşər. 18-ci ildə biz dövlət qurduq, özgə torpaqda, özgə dövlətdə. Dövlətə birinci lazımlar nə olur? Ordu. Dövlətin əskəri yoxdur. Amma Allah bizim tərəfimizdir. Necə ki, bu 44 günlük müharibədə Allah Taala bizim tərəfimizdə oldu. Özü ağır gündə olan Osmanlı dövlətidir ki, mən kömək edərəm. Mən bununla bağlı bir tarixi məqamı deyim. Romaniyada müharibə bitir. Osmanlı əskəri, 400 əskər evinə qayıtmalıdır. Komutan, eynən belə, komutan durub və əskər, müharibə bitdi. Siz öz evinizə dönməlisiniz. 4 ildir ki, heç xəbəriniz yoxdur. İndiki dövr deyil ki, evdən kim ölür, kim qalır, köy nə vəziyyətlədir. Amma Xəzərin sahilində dili bizim dilimizdən olan, dini bizim dilimizdən olan müsəlmanlar yaşayır. Ermənilər onların həyatını fəlakətə döndürür. Mən arxamı sizə çevirirəm. Haqqınız Osmanlıya dönməkdir. Bir də Allah rızasına dönür görür ki, bir əskər Osmanlıya dönmür. Və bu gün 70 il ərzində bu tarihi heç kim bilmədi. Bəs bugün Türkiyə və Azərbaycan bu qədər doğmadır, qardaşdır bir içində. Bu bir gün hadisəsi deyil ki. Biz Çanaqqalaya gedəndə bizi Rusiya dövləti göndərmədi ki, biz Rus təbəsi idik. Bizi əslində Rusiya tərəfdən vuruşmalıdır. Bizim babalarımız gizlindən getdi Çanaqqalaya şəhid oldular. Və ya 18-ci ildə Osmanlı buraya gəlb edə bilərdi. Birazdan özü məğlub dövlət oldu, hətta İstanbul tutuldu, işğal olundu. Amma o gəldi. Və ya Qars müqaviləsinə görə kim demişdi Mustafa Kemal Atatürk, sən Naxçıvanla bağlı deyilən, əgər mən deyən olmasa Veysel Paşa oradan çıxmayacaq. Bunları qısa tarixdən xatırlamakdır. Amma mən əminəm, tarix yazılanda tarix olur. Böyük Abbasqulu Başkan yazırdı ki, yazanın da ədalətindən çox şey asıldı. Təşəkkür edirəm müəllifə. Bəli, 100 illər keçəcək, o yazı qalacaq. Amma o yazılmasa, unudula bilər. Və bugün Azərbaycan dövləti də böyük bir uğurun sahibidir. Xalq böyük bir uğurun sahibidir. Biz qalib gəlmişik. Qalib dövlət nə mümkünsə onu edəcək. Və siz həmişə bir xəritəyə baxanda baxın, çox zaman dünyanın siyasi xəritəsi olanda Azərbaycan oraya yerləşmir. Aşağıda yazılan 5-ci, 6-cı Azərbaycan. Bir ovucda əhali var. Amma bizdə, dünyada bizdən 10 dəfə çox insanlar var, xalqlar var ki, heç onların mədəni müxtariyyətləri yoxdur. Dünyanın 193-200-ə çatmır, 194-195 dövlət var. O müstəqil dövlətlərdən biri bizik. Dünyada böyük bir xoşbəxtlik nə ola bilər bunlar? Bəli, bizim şəhidlərimiz də, ali məqamda olan şəhidlərimiz də o vətəni qorudular. O vətən bir nəfərin deyil, bir ailənin deyil, bir icmanın deyil, bütün xalqındır. Və bu mənada mən bayağı dedim, təkrar deyim ki,
dünənə qədər Cəmil bir ailənin övladı idi. Bir binədə doğulan, orada orta məktəb qutaran və qohumları, bacı, qardaş, nəsil tanıyırdı. Təbii ki, Allah yer qismət eləsəydi, yəni oxudum, mən baxdım, sevdiyi də vardı, bir ailə onları tanıyardı. Ancaq 10 milyon tanıya bilməzdi, 1 milyon tanıyamazdı. Bugün bütün Azərbaycan tanıyır ki, Azərbaycanın haqq işi uğrunda bizim bu adda, bu hamilədə, bu soyda şəhidlərimiz var. Mən təbii ki, hər şeydən əvvəl hamıya başsağlığı verirəm. Bütün şəhid ailələrdə başsağlığı verirəm. Və eyni zamanda onu da təsəlli üçün yox, tarixi həqiqət kimi deyirəm ki, kimin ağlına gələ bilərdi? Biz bugün bu hörmətli Arzu xanımın yəni ictimai birliyində olacaq. Səbəbkarı kim oldu? Bizim əziz balamız oldu. Mən Emin müəllim görürəm, biz nə qədər təşkilatlarda oluruq. Yəni, birinci Qarabağ müharibəsinə bağlı da bizim tədbirlərimiz olub. Amma bir daha deyirəm, qalib gəlmək tamam başqa şeydir. Qalib gəlmək həm də dünyanı riqqətə gətirən və təcrübə gətirən bir qayda. Ona görə deyirəm ki, kitab müəllifinə dərin təşəkkürümü bildirirəm. Qənirə xanımı təkcə bugün tanımıram. O da xoşbəxt bir insandır ki, harada bir çətin, kimin bir nəyə ihtiyacı varsa, onu özünü bildirirlər. Dünyada bundan böyük xoşbəxtçilik yoxdur. Mən bir cümlə deyim. Mən ekspertdən gedəndən sonra təbii olacağım. Gördüm bir qız uşağıdır. Mən bunu oxudum, biz səni ekspertdən keçirdik. Dedi, ana müəllim, Əlicilər getdi, Yezidlər gəldi, ona görə məndən imtihan oldu. Bu da mənim son 3 ildə yazdığım bir cümlədir. Deməli, əliçi olmaq lazımdır. Deməli, xeyrxah olmalısan, ədalətli olmalısan. Övladın olmasa da, övladın qədər sevməlisən. Çünki gecə sən özü yuxudan duranda, görəndə ki, övladın üstü açıldır, üstünü örtürsən, hələ biraz da üzündən də öpürsən. Bəlkə səndən üzbüz olan tələbənin heç atası yoxdur, anası yoxdur. Bəli, sən onu olmalısan. Buna görə Qənirə xanım artıq o adı qazanıb, Türk müsəlman dünyası üçün adı qazanıb. Mən xarici səfərlərdə olanda mən onu gördüm. Bir 100 nəfərlik üçün bir ziyafət düzəlmişdik. Ham oturub gözlürdü. Qənirə xanımın təyyarəsi Ankara'dan İstanbul'a gələcək. Düzdür, ham gözlürdü ki, Qənirə xanım gələcək. Amma bir adam da Bismillah demirdi. Yəni, bu da böyük şeydir. Arzu xanımdakı, belə xeyrxah işlər heç vaxt yaddan çıxmır. Həm də ürəkdən olmanda. Mən əminəm, yenə deyirəm ki, necə ki bir yumruq kimi birləşdik, bünövrəni qoyduq. Bizim üçün də belədir ki, Nümunə Türkiyə Cumhuriyyətidir. Sonuncu cümləmi deyim, mən siyasətçi, bilmirəm, necə deyim, mən mülki tarixçiyəm. Mən nə deyəndə deyirəm, mənə mənbə göstər. O mənbə olmayanda, əldə olmayanda, qəbulləmirəm. Mənim çünki həyatım ondan bağlı olur. Biz həmişə uşaqlara, tələbələrə dərs keçəndə deyirdik ki, dövlətin dövlətə məhəbbəti olmaz. Məhəbbət bacının qardaşa, atanın oğula, ananın belə ola bilər və bu da təbiidir, vurmaca da düzüdür. Amma son dövrdə həyat göstərdi ki, beynəlxalq münasibətlər sistemində bir şey dəyişilməlidir. İki dövlət, bəli, Ümmillidir, Heydər Əliyev dediyi kimi, hazırki dövrün prezidentlərinin dediyi kimi, bu münasibətlər tamam başqa şeydir. Burada artıq maraq yoxdur, burada qardaşlıqdır və bunu da hamı gördü. Ona görə də bir daha deyirəm, və mən əminəm, bizim ictimai təşkilatlarımız şəhid ailələrlə bağlı hansı tədbirləri keçirsə, biz o tədbirlərə bizim borcumuzdur. Bu bizim, çünki 10 milyon xalqın hər biri bu müharibədə iştirak elədi. Biz hətta Məşhur müəllimdən müharibə başlayan günü bir şəhidi dəfn eləmiş yolda gələndə gördük bu boyda uşaqlar da maşınlar çünki biz tərəfdən gedirlər müharibəyə, hərbi maşınlar. Balaca uşaqlar əllərində 2 bayraq, Türkiyə bayrağı, Azərbaycan bayrağı. O da, o balaca baxçı uşağı da müharibəyə belə xidmət göstərirdi. Təbii ki, yolda supaylar, nələr, bütün bunlar nəyi göstərdi? Bir xalq olaraq biz bütün dünyaya qalib gəldik. Dünyanın o dövlətlərinə qalib gəldi ki, o dövlətlər bugün də bunu istəmirlər. Amma Allah istəyəndə, bəndə də buna hazır olanda, Qənirə xanım bayaq etdi.
ailenin de güçlü başçısı olanda her şey nail olabilir. Bugün halk, ordu, vali başkomanda bu meselenin həllindedir. Bir daha deyirəm, təşkilatçılara dərin təşəkkürümü bildirirəm və mən əminəm ki, bu ailə də birazdan tam özünə gələcək. Nə üçün özünə gələcək? Həyatı görəcək. Yəni görəcək ki, həqiqətən onların övladları ali məqamdadır. Çünki hər addım başı onlar bunu hiss edəcəklər. Hər addım başı. Ona görə də yenə deyirəm ki, Cəmil bizim övladımızdır, bizim balamızdır və ona görə Allah ona rəhmət eləsin və gələcəkdə də onun anım günlərinə bağlı hansı tədbirlər olacaqsa biz də imkan daxilində çalışacaq ki, orada iştirak edək. Təbii ki, burada ali məqamda bizim Cəmilimizdir, ancaq kitabı yazan da təşəkkür edirəm ki, o bir tarix qoydu. O tarixdə illər keçəcək, hamı o kitabı vararlayıb, bəli, müharibədə bizim neçə həkimimiz olub, o həkimlərdən biri də Cəmil olub, o hamının beynini yiyəcək. Diqqətinizi biraz sağ olun. Çox sağ olun. Mən elə bilirəm, məntiqi olaraq da bütün parametrlər üzrə də sizin bu çıxışınızdan sonra biz qardaş ölkənin Azərbaycanda fəaliyyət göstərən hörmətli mədəniyyət xadimi, diplomatı, əziz qardaşımız, əziz başqanımız Səlcuq Qarakılıç bəydən xahiş edəcəyik, Bakı Yunus Əmrə İnstitutunun başqanı olaraq öz ürək sözlərini bizimlə bölüşsün. O günü Pakistanla bağlı tədbirdə Qəmli xanım dedi ki, Pakistanın qardaşlığını, Azərbaycan münasibətini yalnız Türkiyə ilə müqayisə etmək olar. Avtomatik də sual yaranır. Bəs Türkiyənin qardaşlığını hansı dövlətlə müqayisə etmək olar? Türkiyə, Türkiyə kimi qardaşdır. Türkiyənin əvəzi yoxdur. Buyurun, xahiş edirəm. Aziz milletvekillerim, Arzu Hanım, Türkan Hanım, konuşmakta zorlandığımı bilmenizi isterim. Bildiğiniz gibi Türkiye uzun yıllardır şehit veren, gazileri olan bir ülke. Ben şimdi ne söylesem, neyi anlatsam, hiçbirinizin acısını, trajedisini azaltamam. Yalnız şunu söyleyebilirim ki, sizin acınızı yürekten, kalpten taşıdığımı özellikle belirtmek isterim. Bizim her iki bayrağımızda da bildiğiniz gibi bir hilal var. Bu hilali ayakta tutabilmek için belki yıllardır canla başla mücadele ediyoruz, kan döküyoruz ve bu hilali ayakta tutabilmek için de var gücümüzle çalışıyoruz. Az önce Anar Muallim Çanakkale şehitlerinden bahsetmişti. Bizim milli yazıcımız Mehmet Akif Ersoy tıpkı Ahmet Cevat gibi Azerbaycan'ın milli marşını yazdığı gibi bizim Mehmet Akif Ersoy İstiklal Marşı'nı yazmıştı. Fakat ondan önce Birinci Dünya Savaşı devam ederken Çanakkale var, Almanya'da Alman esirlerine vaaz vermek, onları Osmanlı askerlerinin yanında savaşmalarını ikna edebilmek için farklı milletlerden teşekkür eden askerleri bir araya getirip toparlamak için Almanya'ya görevlendirilmiştir. Fakat bu arada Çanakkale muharebelerinin devam ettiğini de biliyor. Oraya gitmeden Çanakkale şehitlerine yazdığı bir şiirde şöyle söylüyordu. Vurulmuş tertemiz alnından uzanmış yatıyor. Bir hilal uğruna ya Rab, ne güneşler batıyor. Ey bu topraklar için toprağa düşmüş asker, gökten ecdat binerek öpse o tak anı değer. Ne büyüksün ki kurtarıyor kanın tevhidi, Bedrin arslanları ancak bu kadar şanlıydı. Sana dar gelmeyecek makberi kimler kassın? Gömelim gel seni tarihe desen sığmazsın. Her cümlerş ettiğin edvara da yetmez o ağ. Seni ancak ebediyetler eder istiyar. Bu taşımdır diyerek Kabe'yi diksem başına, ruhumun vahyini duysam da geçirsem taşına. O demir çemberi göğsünde kırıp parçaladın.
Sen ki ruhunla beraber gezer ecramı alın. Sen ki asara gömülsen taşacaksın heyhat. Sana gelmez bu ufuklar, seni almaz bu cihat. Ey şehit oğlu şehit, isteme benden makber, sana avuşunu açmış duruyor peygamber. Biz şüphesiz ki şehitlik makamını en yüce makam olarak görmüş ve bilmiş bir milletiz. Şehitlerimiz Hazreti Peygamber'in hadis-i şerifinde ifade ettiği gibi ölmüş değillerdir. Onlar bizim aramızda varlıklarıyla, ruhuyla beraber yaşamaktadırlar. Burada tabii ateş düştüğü yeri yakar, bunu iyi bilirim. Benim de ailemde bir şehit vardır. Uzun yıllardır bunun acısını çekmiş, bunun acısını yaşamış bir kimseyim ama bir erkek bir acıyı bir kadın kadar yaşayamaz. Hele ki o kadın eğer anneyse uzun yıllar boyunca onu yetiştirmiş, ona gözü gibi bakmışsa o kadının trajedisini ve azabını, acısını bir baba bile olsa onu taşıyamaz, onu yaşatamaz. Dolayısıyla ben sizin acınızı paylaşmakla birlikte Rabbim size sabır ve ihsan etsin. Fakat bilmenizi isterim ki Karabağ Savaşı, 1. Karabağ Savaşı başladığında ben 7-8 yaşlarında bir çocuktum. Benim annem okuma yazma bilmez bir kadındır. Azerbaycan'ın ne adını duymuştur, ne yolunu bilmiştir, ne Azerbaycan'a adım atmıştır. Fakat televizyondan Karabağ'ın düştüğü haberini aldığında dizini dövdüğünü hatırlıyorum ben. Vah dediğini, ah dediğini hatırlıyorum ben. Ve günlerce gözünden yaş geldiğini hiç unutmadım. Çocuk ruhumda sormuştum, neden ağlıyorsun anne? Bana dediği cevabı asla unutmadım. Bizim dedi kardeşlerimizin evi düşmüştür. Bakın benim annem bir gazeteyi okuyabilecek bir kadın değildir. Bugün dahi evinden çıkıp 100 metre ilerideki bir yere bir taksiyle, bir dolmuşla gidemez. O biliyordu ki kalbiyle, ruhuyla burada akrabalarımız vardır. Burada kardeşlerimiz vardır. Ve onların evinde ateş düşmüştür. O günlerde neden ateş düşmüştür? Çünkü Azerbaycan ordusu elinden silahı alınmıştı. Azerbaycan ordusu dağıtılmıştı. Yıllar sonra kahraman Azerbaycan ordusu güçlendi. Sayın Cumhurbaşkanımız İlham Aliyev'in dirayetiyle, siyasetiyle, yüksek bilgisi ve yüksek ufkuyla bütün dünyada bir siyaset takip ederek, vurarak, kırarak, kan dökerek, kan vererek kendi asli topraklarını gücüyle ve kanıyla aldı. Az önce hem Anar Muallim hem Ganiye Hanım birkaç cümleyle Türkiye'ye teşekkürlerini bildirdi. Ben bu teşekkürleri şöyle yorumluyorum. Kardeşin kardeşe bir lütfu olamaz. Kardeşin kardeşe bir teşekkürü olamaz. Biz eğer yabancı bir devlet olsaydık, yabancı bir millet olsaydık, o zaman siz bize teşekkür edebilirdiniz. Sizin eviniz yanarken, sizin başınız eğikken, bizim Türkiye'de huzurlu olmamız ve başımız dik gezmemiz mümkün değil. Az önce de söylediğim gibi, biz Karabağ Savaşı düştüğü günden beri, Karabağ düştüğünden beri Türkiye'de başımız eğikti. Belki bunu yüksek sesle söyleyemiyorduk. Belki siz buradan bunu duymuyordunuz veya bilemiyordunuz. Ama siz hem Bakü'de, hem Gence'de, hem Azerbaycan'ın bütün uzuvlarında başınız eğiken bilmenizi isterim ki Türkiye Türkleri de başı eğik ve hüzünkardı. Bizim 1980'li yıllarda Karabağ'la ilgili yazılmış çeşitli şiirlerimiz vardır. Onlardan bir tanesini okuyarak huzurlarınızdan ayrılmak istiyorum. Bu şiirler hep bu Karabağ hasretiyle, hep bu Karabağ hüznüyle yaşandı.
Şimdi dünyada belki farklı milletler şunu düşünüyorlardır. Nedir ki bu Karabağ, bu Azerbaycan için neden bu kadar önemlidir diye kendi kendilerine soruyorlar veya cevap bulamıyorlar. Bulmalarında imkanı yoktur. İnsan kendi kolunu kesse, kaybetse huzurlu ve mutlu olabilir mi? Karabağ'ın, Şuşa'nın, Ağdam'ın çilesini çekmeyenler, bu topraklarda yaşamayanlar, bu toprakların hasretini, duygusunu yaşayabilir mi? Ben bu şiir yazıldığında belki 3-4 yaşında bir çocuktum. 92'deki yaşanan trajediden sonra annemin dizlerine vurduğu günlerden beri de bu şiirle büyüdüm. Şimdi uzaklarda kalan bir şehir vardır. Camileri yıkılmış, minareleri yarım. Bu şehrin çilesini ben çekerim yıllardır. Hasretini ben duyarım. Şimdi uzaklarda kalan bir şehir vardır ki sızlatır yüreğimi yıllardan beri. Vatan olmacasına vatan, Anadolu'casına ama vatan haritada yeri yok. Biliyorsunuz uzun yıllardır topraklarımızı ayırdıkları için vatan toprağımızda görünüyordu ama bizim değildi. Güzelim türküleriniz gibidir ve kalpaklı, bin dallı oyunlarını balam bilenlerimiz bilir. Bir gün bir selam gitse Anadolu'ndan, o şehirden sımsıcak 1000 selam gelir. Beni de annem, ben Kırşehirliyim, yani Doğu Anadolu'da, Ağrı'da, Kars'ta doğmuş bir kimse değilim ama annem balam diye severdi beni. Balam, balam diyerek okşardı beni anam. Anamın dizlerinde ben Hazar yaşadım. Hazar'ın diliyle benim dilim bir. Hazar şimdi yere inmiş bulutlar mahşeridir. Ve Karabağ çekik gözlü bir Türkmen kızı gibi Hazar'ın yakınında mahzun güzelliğiyle dedem Hacı Murat'ın destan şehridir. Çağrılsam yollarına düşebilirim. Bir gün biterse her şey Karabağ'ı görmeden, istemem bandolar, istemem büyük çelenkler. Allah'ım ruhuma biraz huzur ver. Üstüne okunmuş birkaç avuç top mübarek Karabağ toprağından serpilse yeter. Bunu yazan şair 1980'li yılların sonlarına doğru ümidini kesmiş, ümidini kaybetmişti. Yani Karabağ bir daha alınamayacak, biz orayı göremeyeceğiz. Hiç değilse diyor, bir avuç toprak bize nasip olsa da mezarımıza serpilse. Şimdi şükürler olsun ki Sayın Cumhurbaşkanımızın dirayetiyle, yani İlham Aliyev Beyefendi'nin dirayetiyle, akıllı ve stratejik siyasetiyle, kahraman ordumuzun gücüyle ve elbette ki kahraman halkımızın inancıyla, annelerimizin duasıyla, babalarımızın duasıyla topraklarımızı geri kaydettik. Allah şehitlerimize 1000 defa onları cennetiyle nail etsin. Geride kalanlarına sabır versin. Gazilerimize de Allah sağlık ve afiyet versin. Sizin başınız burada dikse, bizim de başımızın Türkiye'de dik olacağını tekrar söylemek isterim. Konuşmak zor, özellikle de bir gözü yaşlı bir annenin karşısında konuşmak zor. Kendisine sabırlar diliyorum. Bilmesini tekrar isterim ki, ey şehit oğlu şehit, isteme benden makber, sana ağuşunu açmış duruyor Peygamber. Hepinizi selamlıyorum. Teşekkür ederim. Teşekkür ederim çıkmıştan dolayı. Tabii ki kardeş Türkiye'nin bizim zaferimizde payından olmazdı ve bu zafer bayramı münasebetiyle çok dünyaca meşhur xalq rəssamımız Arif Hüseyn'in eserini bizden kabul etmenizi xahiş Çok ederim. teşekkür ederim. Zahmet ettiniz. Çok sağ olun. Teşekkür ederim. Bizim başka bir milletvekilimiz bugün burada olmalıydı. Şehrimizin valideynlerinin yaşadığı ərazi üzrə milletvekilimiz təəssüflər ki, onun daha önceden planlaşdırılmış program var idi, səfəri var idi, üzrü səbəbdən iştirak edə bilmir, amma sağ olsun lütf edib bizim değerli ziyalımız Sultan müəllim və köməkçisi Elşad Miradəni bugün vəkil edib qardaşımızın fikirlərini almaq istədik. Ben bir şey aslında dikkatinize sattığım şey bu Azerbaycan'ın bu
tarixində çox möhtəşəm hadisə olan bu Zəfər bayramı yalnız Azərbaycanlılar deyil, Azərbaycan hüdudlarının kənarda da qeyd olunur. O səbəbdən Sultan müəllim həmin tədbirlərin birində iştirak edəcəyinə görə bu tədbirə qatıla bilmədi, amma salamlarını çatdırdı. Biz dediyim kimi çox uzun danışmaq fikrim yoxdur. Mən bu kitabın müəlliflərinə, bu kitabın ərsəyə gəlməsində əmək olan hər bir insana bir vətəndaş olaraq təşəkkürümü bildirirəm. Sultan mənim adımdan, bir millətləşi olaraq Sultan mənim adımdan təşəkkürümü çatdırmaq istəyirəm və şəhidlərimizin, bütün şəhidlərimizin valideynləri qarşısında, eyni zamanda bizim şəhidimiz Cəmil Şərif Hüseyin o valideynlər qarşısında baş əyirəm. Onlara səbr arzulayıram. Allah bizim millətimizə, xalqımıza, dövlətimizə bu zəfərləri çox görməsin, davamlı olsun. Allah bizim dövlətimizə zaval verməsin. Mən hər birinizə təşəkkür edirəm. Bir daha Sultan müəllimə bir daha salamlarını çatdırıram. Sağ olun, inşallah. Sağ olun. Mən bildiyim qədərlə hörmətli Emin müəllimin və Şamil müəllimin ev sahibi təşkilata tərkibləri var. İkinizi bir yerdən dəvət edək, mənim təxəllüsüm qoşalıdır. Yoxsa tək-təkmi, biraz da vaxtımıza çox keçibdir. Sizə necə xoşdur? Qəmrə xanım necə təyin edir? Belə bir yerdə. Emin müəllim, buyurun. Dünyada yeganə peşədir ki, hərbi həkim peşəsi, onun 2 andı olur. Birinci and həkim andı, ikinci and vətən andı, əskəri andı, hərbi andı. Və bizim bu 2 andlı peşənin, 2 müqəddəs peşənin, bir peşəsi vətəni müdafiədən ibarət olan, ikinci peşəsi insanların sağlamlığını qorumaq, xüsusən hərbiçilərin sağlamlığının keşiyində duracaq qardaşımız əbədi yaşardır və o bütün andlarına sadiq qalaraq Azərbaycan üçün, Azərbaycanın gələcəyi üçün, bütün tarixi üçün əziz canını vermişdir. Bizim himnimiz şəhidlərimiz üçün yazılır. Səndən ötəri can verməyə cümlə hazır. Səndən ötəri qan tökməyə cümlə qadirdir. Minlərlə can qurban oldu, hərə bir qəhrəman oldu. Hüququndan keçəməz gəl. Ağır mənim ən böyük hüquq yaşamaq hüququdur. Şəhidlərimiz bu hüquqdan keçir. Azərbaycan müstəqilliyi əvvəl olsun. Ən böyük ondan sonraki hüquq sağlamlıq hüququdur. Qazilərimiz sağlamlığından keçib ki, vətənimiz daim olsun. Süleyman xanıma təşəkkür edirəm, minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycanın bayrağı daim olsun, əbədi olsun, müstəqilliyimiz əbədi olsun. Qardaş Türkiyə ilə bayraqlarımız qoşa dalğalansın, cümhuriyyətlərimiz var olsun, daimi də var olacaq, daimi də güclənəcək. Nə qədər ki, bu cür gəncliyi var Azərbaycanın, nə qədər ki, Azərbaycan Türk xalqı var, daim olacaq. Çox sağ olun Qəmrə xanım, bu cür tədbirlərin təşkilinə görə, şəhid ailələrinə, qaziləri verdiyiniz dəstəyə görə, Arzu xanıma xüsusi təşəkkür edirəm. Mən hər zaman millət vəkillərimizi burada görürəm, hər cümlə dəstəyinə görə minnətdarım. Çox sağ olun, var olun, bütün regionlarda tədbirlər keçirir və bizim şəhid ailələrə, ailələrə dəstək olur, ordumuza dəstək olur. Sağ olun, təşəkkür edirəm. İkisini də tutun. Daimi də azad olacaq. Yaxşı tutun. Mənim Emin bizim təşkilatlarından xahiş edirəm bu hədiyyəni qəbul edəsiniz. Qəhrəmanın üzü görsənmir, Arif müəllimin xalq rəssamı, dünyada məşhur olan rəssamımızın gizli qəhrəmanlardır bu rəsminlərdə. Xahiş edirəm, qəbul edəsiniz. Bu cür gözəl əsəri, Arif müəllimin əsəri, bu cür təşkilatın sədrindən almaq böyük şərəfdir. Azərbaycan Respublikasına xidmət edir. 4 ayda Xocalı hər tərəfi mühasirədə idi və hər gündə danışırlar Ağdamla, rabitəçi ilə ona görə kömək edin və təəssüf ki, kömək olmadı, Xocalı işğal olundu. Bəli, torpaqlarımızın böyük hissəsi qayıdıb, Dürdanə, mənim bacım. İnşallah yaxın vaxtlarda Allah qoysa bizim Xocalı da gedişimiz təmin olunacaq, amma üzr istəyirəm ki, sizə məxsusi hədiyyəm qalıb bu ayın 13-də bizim tədbirimizi keçirməyə və hər zaman bizim yanımızda olan Arzu xanım var, Arzu Bağırova var, Qəmrə xanım var. Mən böyük, yəni yormaq istəmirəm, sizə ona görə deyirəm, Zəfər bayramında, bayramımız mübarək olsun təbii ki, hər birimizin böyük bir zəfərdir ki, ən azından bir xarici ölkəyə gedəndə biraz danışa bilmirdik, alnımızda bir ləkə vardı. Böyük hissəsi silindi, inşallah Xan kəndi, Ağdərə, Xocalı tam bizdə olunursa tam rahat olacaq Allah köməklə. Bizim qardaşımız Sevduq bəy bilsin ki, Qəmrə xanımla biz Türkiyədə çox böyük toplantılar yapmışıq, Xocalı ilə ilgili. Və bəzən bizə
Emin müəllim də olduğu qeydi agentindən irad tuturdular ki, siz gedin başqa dış ölkələrə gedin. Yəni Almaniya, bax bir yardım ona görə verək sizə. Amma məhz Türkiyəni seçmişdi, ona görə ki, kardeşin yanında olmalıdır, başqa söhbət olamaz. Və bu baxımdan da çox Türkiyə hər zaman borcluyuq. Türkiyənin doğrudan da dəstəyinə görə minnətdarıq və çox-çox özür istəyirəm. Qürur duyuram ki, Türkiyə, Azərbaycan, Pakistan birliyi bu zəfəri bizə işlədir. Tanrı Türk dünyasını qorusun, Müslüman dünyasını qorusun. Arzu xanım, sizə təşəkkür edirəm. Böyük məmnuniyyətlə, icazənizlə yəni kiçik bir plaketi sizə təqdim edeyim. Allah razı olsun. Amma siz də, Səməd də həyat yoldaşınız, doğrudan bizim qəlbimizdədir, ürəyimizdədir. Azərbaycan üçün nə eləmişsinizsə, Allah min qat əvəzini versin, mənim bacım. Minnətdarım, sağ olun, icazənizlə. Çox sağ olun, sağ olasınız. Təşəkkür, Allah qorusun. Bu əsəri Arif müəllimin Ruhlar Çağırır əsəri də bizim təşkilatımızın adından sizin təşkilata da hədiyyə kimi qəbul edərsiniz. Əvəz kimi olmasın onda, xahiş edirəm. Mənim adına kiməsə təqdim edə bilərsiniz, Allah'ın dostu. Vallahi minnətdaram. Sağ olasınız. Sağ olun, minnətdarım, var olun. İnşallah Cödən xanım ayın 13-də deyəcəm, harada görüşəcək, hədiyyənizi təqdim edəcəm, var olun. Biz veteranlar, bəli, xahiş edirəm qardaşlar. Qabaqlar, neçə bu 44 günlük vətən müharibəsindən öncə bizim medallı qardaşlarımızı görəndə biraz təcrübə olurduq. İndi yerindən qorulan nə qədər medal var, orden var, ana sütü kimi halalımızdır, yaxamızdan asasın. Əziz şəhid ailəmiz, hörmətli millət vəkilləri, hörmətli iştirakçıları. Hər üç millət vəkilimiz birinci Qarabağ müharibəsindən almışdı. Bəli, okullarımız uğrunda pis əskər olmaz, həmişə pis rəhbərlik olur. Yoxdur o rəhbərlik. Yəni, mən o böyük insanların qabağında böyle danışmaq çətindir, mən döyüşçü ruhunda danışıram. Biz döyüşdük, bizi əlimizdən gələn nə oldu ki, döyüşdük, yaralandıq, mən başımdan yaralandım, ölü vəziyyətində gəldim Bakıya, 6 aya sağaldım. Ancaq biz 2 kimi vuruşduq, Ağdərəni götürdük. Bu Goranboy əməliyyatı keçirdik. Ən axırda da mən milli lider mərhum Heydər Əliyevin əskəriyəm. Füzulinin 22 şəhidini və bir qəsəvəsini götürdük. Bəli, mən orada Aşağı Abdurrəhmanın kəndində yaralanmışam. Ancaq həmən o biz başladığımız həmən milli lider Heydər Əliyevin o başladığı hücumun axırını bizim gözəl dağlarımız həyata keçirdik. Mən başımdan güllə gedib, mən şəhid olmamışam. Allah Teala bu şəhidlər ayrı insanlardır. O seçilmiş insanlardır. Peyğəmbərlər səviyyəsində yaşayan insanlardır. Siz məcbursunuz qürurlu olmağa. Siz məcbursunuz yəni bu vətənin ən yaxşısını görməyə. İnşallah görəcəksiniz. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə hər birimizin bu QHT-lərin, xüsusən bu veteranlar birliyinin, bizim generalımız şəhid olanda Allah ruhunu şad eləsin. Mən hər dəqiqə bilirdim müharibə başlayacaq. And olsun, hər gün Füzuli mənlə oturub bir yerdə fikirləşirdik ki, hansı gün müharibə başlayacaq. 28 ilə qədər sümük boğazda qalmış insan kimi yaşayırdı, qisasımız qalmışdı. Bəli, o həmən 27-si səhər-səhər durub yuxudan eşidəndə müharibəni hönkürtü ilə ağladıq. Həmən gün mən ezamiyəmi götürüb getdim. Yenə də deyirəm, biz bu qələbəni qazandıq və əmanət elədik bizdən sonra gələn nəsillər. Qoy qorusunlar inşallah Allahın köməkliyi ilə. Muratın üçün qəşəng hədiyyədir. Füzuli mənlə təqdim edirəm. Sağ olun, çox sağ olun. Bəlkə hörmətli Oqtay qardaşımızdan xahiş edib, bir kəmin sözü var. Anamızın, elə oturduğumuz yerdən ana. Oturduğumuz yerdən. Bugünkü bizi təşkil edən bütün hər birinizə ayrı-ayrı təşəkkür edirəm. Çox sağ olun. Sağ olun anam. Siz beraber çekin. Bir daha size teşekkür ederim. Karşınızda baş eğrik sizin. Ne eləsək sizə heç nələ onu qaytıra bilmərik. Sizdən Allah razı olsun. Sağ olun. Sağ olun. Atasına, o atasına. Bacısı. Bacısında. Gəl, siz gəl. Sizlə də bərabər rəsm ala bilərik. Çok sağ olun. Sağ olun.
Bir daha teşekkür edirəm hər birinizə, dəvətimizi qəbul edib iştirak etdiyiniz üçün minnətdaram. Sizə də Dürdana xanım teşekkür edirəm. Sizin də qarşınızda baş əyirəm. Anar müəllim, Məşhur müəllim, siz də hər zaman yanımızdasınız, dəstək olursunuz. Qənrə xanım, sizə minnətdarım. Çox sağ olun, teşekkür edirəm. Məşhur müəllim. Bu Simon quşudur Məşhur müəllim. Sağ olun. Teşekkür ederim. Siz sağ olun, hər zaman dəstəksiz. Sağ olun, çox sağ olun.